Bugün 7 fevral 2026 il Biləsuvar rayonunda dünyaya göz açmış milli qəhrəmanımız Mübariz İbrahimovun doğum günüdür, mövlud günüdür. Allah ruhunu şad eləsin. Amin. Və biz də milli qəhrəmanın adını yaşadan Mübarizlər Cəmiyyəti olaraq hər ildə olduğu kimi bu ildə o ailəni ziyarət etməyi, ev muzeyini ziyarət etməyi şəhidimizin özümüzə borc bilmişik. Hal-hazırda təsisimiz Əbülfət müəllim Əliyabad kəndindədir. Bizim rayonun təşkilat sədri, hörmətli ağamız, Mirhənif ağamız bizimlədir. Biz bir yerdə hal-hazırda ora gedirik. Allah cəmi şəhidlərimizi rəhmət eləsin. Buyurun. Amin. Türk Dünyası Milli Qəhrəmanı Mübariz İbrahimovun mövlud günüdür. Biz oraya gedirik. Hər olduğu kimi, Respublikanın hər yerində olduğu kimi Biləsuvar rayonunda cəmiyyəti ilə ictimai işçilər həmişə bu ziyarətə gedir. Allah cəm şəhidlərimizi rəhmət eləsin. Biz borc bilirik ki, bu şəhidlərimizi həmişə yad eləyəcəyik. Nə qədər bu dövlət, xalq, millət var, bu şəhid valideynləri qarşısında biz borclu və onların qulluğunda həmişə duracağıq. Allah cəm şəhidlərimizi rəhmət eləsin, ruhları şad olsun. Allah xalqımızı, millətimizi, dövlətimizi qorusun. Səngərdə duran saldat balalarımızı qorusun. Çox sağ olun, var olun. Biz həmin ziyarətə gedirik. Ağakərim əmrə, Allah Ağakərim əmrə rəhmət eləsin, ruhu şad olsun ki, belə bir dövlət yetişdirib ki, xalqına, millətin yolunda canını qoyub getmiş insanlar. Hal-hazırda biz kəndin ərazisindəyik, amma hesab eləmişik ki, birinci biz çox hörmətli ağsaqqalımız Ağakərim ağsaqqalımızı qəbr ziyarətini edək. Çünki həmişə bizi o qarşılayardı. İndi isə bizim borcumuzdur, gedək milli qəhrəmanımızın atasının qəbr ziyarətini, orada bizim şəhidlərimiz var, şəhidlərimizi ziyarət edək və sonda ev muzeyinə gələrik inşallah. İnşallah. Allah cəm şəhidlərimizi rəhmət eləsin. Bizim bu günləri Türk Dünyasının Milli Qəhrəmanı Allah rəhmət eləsin. Allah surətini versin. Fatiha salavat. Allahümme selam. Bismillah. Lem gelip velem cület velem ya kulletin Allahümme salli. Allah rəhmət eləsin. Bugün bildiğiniz kimi 7 fevral milli qəhrəmanımız Mübariz Ağakərim oğlu İbrahimovun doğum günüdür. Biz Biləsuvar şəhərində Əliyabad kəndinə gəlmişik. Onun ata ocağını ziyarət eləməyə, muzeyin ziyarət eləməyə. Ona görə elə ilk öncə onu böyüdüb başa çatan atası Hacı Ağakərim kişinin məzarı üstə gəldik. Onun məzarını ziyarət eləyək. Allah ona da qəni-qəni rəhmət eləsin. Allah bütün şəhidlərimizi rəhmət eləsin. Qazilərimizə can sağlığı. Allah ölkəmizi qorusun. Allah prezidentimizi qorusun. Allah bu ağır gündə sərhədlərimizi qoruyan bütün hərbiçilərimizi qorusun. Allah kömək olsun. Allah Amin. Şəhidlərimizə rəhmət eləsin. Yenə qazilərimizə can sağlığı. Bütün şəhid valideynlər qarşısında baş əyirəm, onların əllərindən öpürəm. Allah rəhmət eləsin. Əbülfət müəllim qeyd elədi. Mən qeyd edim, Əbülfət müəllim milli qəhrəman Mübariz İbrahimovun adını yaşadan Mübarizlər Cəmiyyətinin təsisçisidir. Və hər ildə olduğu kimi milli qəhrəmanımızın anım günlərində Bakı şəhərindən bizim Biləsuvar rayonu Əliyabad kəndinə ziyarətə gəlir. Hər il bizi Allah rəhmət eləsin Ağakərim əmi qarşılayardı. Həmişə xoş sözləri, ağsaqqal yol göstərən sözlərinə biz qulaq asardıq. Ondan müəyyən tövsiyələr qəbul edərdik. Allah ruhunu şad eləsin. Və Əbülfət müəllim də, ağamız da qeyd elədi. Bu gün də biz belə məsləhət oldu ki, ailəni ziyarət etməzdən əvvəl ev muzeyin qəhrəmanımızın əvvəl ağsaqqalımızı və o cümlədən
Allah rəhmət eləsin. Bizim qəhrəmanlarımız uyuyur burada. 44 gün Zəfər qələbəsində bizim 4 şəhidimiz burada uyuyur. Biz onları da ziyarət edərik. Sonra biz ev muzeyinə gedərik. Allah cəm şəhidlərimizi rəhmət eləsin. Amin. Allah Ağa Kərim əmnidən ruhunu şad eləsin. Biz hesab eləyirik, bizim qəhrəmanlarımız ölməyiblər, yaşayırlar və bizim borcumuz da onlarda yaşatmaq. Sağ olun. Rəşad qardaşımız, sizlə Siz Allah də sağ olun, köməyiniz olsun. var Bu olun. neçə illərdə humanitar işlər, dəstəksiz, montaj eləyirsiniz, çəkirsiniz, paylaşırsınız. Neymətlə siz də təşəkkür eləyirik. Mən sizə təşəkkür edirəm. Mən də öz adımdan sizə minnətdarlığımı bildirirəm. Nə yaxşı həqiqətən varsınız. Bu işlərdə fəal və çəkilişlərinizdə hər zaman daimi reallıqlar göründüyü kimi şəhid ailələrini, yəni məzarlarını ziyarət edirsiniz. Mən də sizə minnətdaram. Çox sağ olun. Allah razı olsun. Allah rəhmət eləsin. Allah rəhmət etsin Ağa Kərim ağamın. Şəhidlərimizi rəhmət eləsin. Allah rəhmət eləsin. Allah rəhmət eləsin. Amin. Allah rəhmət eləsin bütün şəhidlərimizə. Min canı xilas eyləyər. Vətəni uğrunda can verənlərə yaradan cənnəti miras eyləyər. Hər kəsə bəyan Əbülfət müəllim, bu yaxında biz şəhiddən cənnətin qoxusu bizim bu Rahət balamızın laylaydı. Bakı şəhərində Norvest Gedər igidin yuxusu. bir şirkəti var idi. Cəmi orada 9 gün işləmişdi. Yaşayan can Bəli, biz keçən səfər Mövludda qəhrəmanımızın o şirkətdən burada nümayəndələr gəlmişdi. Bəli, onlar həmişə gəlirlər, yəni 5 ildə onlar gəlirlər və biz də onlara söz verdik ki, inşallah cəmiyyətimizin fəxri diplomunu şirkətdə sizə təqdim edəcəyik. Bu yaxında biz Rahət qardaşımızla getdik şirkətə. 9 gün orada az müddətdə işləməyinə baxmayaraq qəhrəmanımızın orada şəklini böyüdüblər. Girəcəkdə gül sənəkləridir, ziyarət ediblər oranı. Bəli, onda görürsən ki, doğrudan da şəhidlərimiz yaşayır və onu yaşadırlar. Və bu çəkilişlərdə o şirkətin nümayəndələrinə təşəkkür edirik. Allah canları sağ eləsin. Sağ olsunlar, qiymətləndirin. Qiymətləndirirlər, bəli. Yəni, hamı kimi bu günləri o möhtərəm prezidentimizin göstərdiyi dəmir yumruq doğrudan da bu gün də özünü göstərir. Allah rəhmət eləsin. Allah rəhmət eləsin. Allah rəhmət eləsin. Bəli, elədir. Ona görə bu şəhidləri biz yaşatmalıyıq. Biz çəkilişlər aparmaqla, qulaqlar tikməklə, müəyyən işlər görməklə, onları da kimin nəyə gücü çatır, o işləri görməklə biz onları indiki və gələcək nəslə tanıtdırmalıyıq. Gələcək nəsillər bilsin ki, necə bizim ölkəmizi, dövlətimizi müdafiə edən, torpaqlarımızı müdafiə edən qəhrəmanlarımız olur. Ona görə biz mütəmadi olaraq şəhid ailələri ocaq deməkdir. Bunu biz elə həmişə ziyarət edirik. Yəni ziyarətgahdır. Allah o şəhid valideynlərinə də can sağlığı versin. Sağ olsunlar ki, belə igid övladlar böyüdüb vətən yolunda, torpaq yolunda qurban veriblər. Onların qarşısında Bəli. Allah rəhmət Allah Allah rəhmət rəhmət eləsin. eləsin. Allah rəhmət eləsin. Bu şəhid Bəli, bugün yenə qeyd edək, Beləsivarın Əliyabad kəndindəyik. Yenə burada 2 şəhidimiz uyur. Gəlmişik biz onların da məzarını ziyarət edək. Ona görə də yolumuz düşüb bura. Bugün 7 fevral Milli Qəhrəman Mübariz Ağa Kərim oğlunun Mövlud günüdür. Elə bura gəlmişkən, buradakı kənddə bütün şəhidlərin məzarını biz ziyarət eləməyə özümüzə borc bildik. Allah qəni-qəni rəhmət eləsin. Allah bütün şəhidlərimizi rəhmət eləsin. Qazilərimizə can sağlığı. Allah ölkəmizi, vətənimizi, dövlətimizi qorusun. Amin. Nə deyim? Şəhid valideynləri qarşısında baş əyirəm. Allah onlara da can sağlığı versin. Sağ olsunlar. Belə qəhrəman, belə vətənpərvər övlad böyüdüb, bu Azərbaycan
dövlətinin, vətənimizin, torpağımızın yolunda qurban verirlər. Allah ölkəmizi qorusun, Allah prezidentimizi qorusun, Allah bütün hərbiçilərimizi qorusun. Amin. Ruh şad olsun Səməd balamızın. Mən həmişə qeyd edirəm. Bir qəhrəman kişinin övladıdır. Allah ruhunu şad eləsin. Həmişə öz sənəti ilə, işi ilə xidmət edib Daxili İşlər Nazirliyi orqanlarında atası İlahi, bu qanun nə qəribədir. İkram ağsaqqalımız ruhu şad olsun. Amin. Və Əbülfət müəllim, mən qeyd edeyim bu günləri Can verənlər, Biləsuvarın yaradan cənnətin. milli qəhrəmanı Mübariz İbrahimovun Hər kəsə anım günüdür. ki, həmişə Mübariz şəhiddən elə bir addım atdı ki, qorxusu gəlib. gələcək nəslə bir örnək oldu. Bəli. 44 gündə Zəfər qəlbələsində, aprel döyüşlərində bizim qəhrəmanlarımız onun ardıcılları oldu. Allah ruhunu şad eləsin. Və 44 gün Zəfər qələbəsində bizim Biləsuvar rayonunda dünyaya göz açmış Hikmət Mirzəyev çox böyük qəhrəmanlıq, şücaət göstərib. Mən deyərəm, milli qəhrəman Mübariz İbrahimovun ardıcılarından biri də məhz Hikmət Mirzəyevdir. Düzdür, çox böyük dərddir bu dünyada qalanlara. Bugün biz Biləsuvar rayonunun arxanca ağlayanlar hələ sənlə qürur duyur. Sən baxma gözlərin yaşları leysanlı şəhid. Sənə borcludur Cənnət yolunun mübarək olsun. Amin. Allah bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin. Şəhidlər ölümü, vətən ölümü iş olsun bütün şəhidlərin. Amin. Onların cənnətdə, onlar həmişə cənnətlidir. Bizə bugün gəlmişik ki, muzeyə ziyarət edək. Məzarın nur ilə dolsun hər bir Allah rəhmət eləsin. vətən torpağın sən öz qanınla suvarmısan. Xeyli çiçək yetişdirib həmin qanı şəhid. Düşmənin atdığı hər mərmi əgər zəhərdir, onu şərbət ediyəndir belə dərmanlı şəhid. Bu millət ağlayacaq arxanızda hər daim. Bəlkə göz yaşımız Biz daha deyim, həmişə gələndə Ağakərim əmini qarşılayardı. Allah Ağakərim əmini də yolu şad eləsin. Biz əvvəl qəbr ziyarəti elədik. Ağakərim əmini ziyarət elədik. Şəhidlərimizi ziyarət elədik. Allah ruhunu şad eləsin. yaşayan canlı şəhid. Torpağın üstündəki bircə damcı qanlı şəhid. Elə bir rütbədir ki, hər bir kəsə nəsib olmaz. İnsanın ailəsidir, gör necə insanlı şəhid. Cənnətdəki mövludun mübarək olsun qardaşım. Allah rəhmət eləsin cəmi şəhidlərimizə. Allah sizlərə də səbir versin. Nə desək, bilin ki azdır. Şəhadət eşqi ilə boğulanlara, bu ömrü yaşamaq üçün borcluyuq, bir ölüb 1000 dəfə doğulanlara. İnanın kökündə siz dayanmısınız. Bu millət qələbə çalıbsa əgər, o haqqı bizlərə halal etməyin, gözünüz arxada qalıbsa əgər. Şərəfli şəhadət bir ağac olsa, siz həmin ağacda bir budaq olun. Bədəni torpağa fəda etdiniz. Bu vətən sağ olsun, siz də sağ olun. Bugün 7 fevral 2026-cı il tarixdir. Deməli bu günləri milli qəhrəmanımızın Mübariz İbrahimovun mövlud günüdür. Allah cəmi şəhidlərimizi rəhmət eləsin. Əziz qardaşımız şəhid qardaşıdır. Allah qardaşım sizə də səbir versin. Allah cəmi şəhidlərimizi rəhmət eləsin. Sizlər də bu günləri, bu ocağı ziyarət eləməyə gəlmisiniz. Bizlər də mübarizə sevərlər olaraq, Mübarizələr Cəmiyyətinin üzvləri olaraq və Mübarizələr Cəmiyyətinin nəzdində Türkün Fərqəzinin ictimai müxbirləri olaraq sizlər də oranın üzvüsüz. Mən də sizdən borc bildim özümə ki, sizdən bir müsahibə götürüm. Buyurun əziz bəli. Siz də bir söz deyərdiniz bu barədə. Bu qanun Bugün Mübariz İbrahimovun
oğlunun doğum günüdür. Mübariz İbrahimov belə bir qəhrəmandır ki, Azərbaycanı dünyada tanıtdırır. Vətəni uğrunda Azərbaycan can bayrağı verənlərə dünya ölkələrinin içində görkəmdə ən birinci Mübariz İbrahimov yada düşür. həmişə Biz də özümüzə borc bildik, gəlib burada bu günləri iştirak etməyə özümüzə borc bildik. Mən Qazi Əziz Zeynallı, Şəhid Rəşid Zeynallının qardaşı, Mübarizlər Cəmiyyətinin üzvüyəm. Bugünkü gündə mənəvi də olsa gəlib burada iştirak etməyə özümə borc bildik. Allah canınızı sağ eləsin. Şəhidlərimizi rəhmət eləsin. Allah sizlərə də canınızı sağ eləsin. Siz də özünüz vətənpərvər bir övladsınız, vətənpərvər bir qardaşsınız. Allah sizə var eləsin. Siz də müharibə iştirakçısınız. Mən də sizə minnətdaram. Azərbaycan övladı və Azərbaycan xalqının bir vətənpərvər bir övladı kimi mən də özüm şəxsən sizə təşəkkür edirəm. Allah sizi qorusun, Allah sizi var eləsin. Allah qazilərimizə can sağlığı versin. Allah cəmi şəhidlərimizi rəhmət eləsin qardaşım. Siz də bir söz deyirsiniz qardaşım. Allah canınızı sağ eləsin. Təşəkkür edirəm sizə. Sağ olun. Yaşları leysandı şəhid. Sənə borcludur bu torpaqda qalan hər bir kəs. Elə bil xəstələnmişik, bizə loğmandı şəhid. Məzarın üstə gedən yolda fədadır canımız. Bizlər nə karey, aləmə sultandı şəhid. Can ey şəhid, sənə qurban ey şəhid. Məzarın nur ilə dolsun hər bir an ey şəhid. Bu vətən torpağın sən öz qanınla suvarmısan. Üçün xeyli çiçək yetişdirib həmin qan ey şəhid. Düşmənin atdığı Bu qəzet bizim milli qəhrəman Mübariz İbrahimovun adını yaşadan cəmiyyətin nəzdində fəaliyyət göstərən Türkü Fəxri qəzeti. Ayda bir dəfə çıxır. yaşımız yolunda ehsanlı şəhid. Və bütün dünya baxır görür şəhid. Milli qəhrəman Mübariz Ağaşərifoğlu İbrahimovun doğum günüdür. Cənnətdə onun mövlud günü mübarək olsun. Onsuz da şəhidlər həmişə cənnətlidir. Şəhidlər ölmür. Şəhidlər həmişə bizim qəlbimizdə yaşayacaqlar. Bunları yaşatmaq üçün biz onları məsələn qulaqlar tikməklə, belə tədbirlər keçirməklə indiki və gələcək nəslə tanıtdırmalıyıq ki, onlar yaşansın. Onları biz yaşatmalıyıq, biz vətəndaşlar. Onsuz da onları bütün dünya tanıyır. Ancaq yenə gələcək nəslə biz tanıtdırmalıyıq belə qəhrəmanları. Biz həmişə gələndə bura bu ocağa, mən şəxsən ildə 3 dəfə gəlirəm bu ocağa. Yəni şəhid ocaqları ziyarətgah. Həmişə 7 fevralda da gəlirəm, 18 iyunda, 7 noyabrda ziyarət edirəm. Həmişə Allah rəhmət eləsin, ağaçlar qarşılayardı. Allah rəhmət eləsin. Biz bugün getdik, onun məzarını ziyarət elədik. Oradan da gəldik bura, ev muzeyinə, sonra da gəldik bu ocağa. Allah azında rəhmət eləsin. Amin. Allah onsuz da cənnətlik olar. Mükəmməl cənnət olsun. Allah o dünyalarını versin. Ruhları şad olsun. Allah cəmiyyətimizi qorusun. Allah dövlətimizi, Allah prezidentimizi qorusun. Allah bu ağır gündə sərhədlərimizi qoruyan hərbiçilərimizi də qorusun. Onlara can sağlığı. Nə deyil? Sağ olun ki, siz də ocaqdasınız. Bütün şəhid valideynləri qarşısında baş əyirəm, onların əllərindən öpürəm. Çox sağ olun. Yəni Əbülfət müəllimi tanıdınız. Milli qəhrəman Mübariz İbrahimovun adını yaşadan cəmiyyətin təsisçisidir. Şəhərindən yaşayır. Bunu qeyd elədi. Biz həmişə Allah rəhmət eləsin. Xoş sözlərinə qulaq asardıq. Gələndə bizi qarşılayardı. Həmişə oturardıq. Hesab edirik ki, bizim ağsaqqalımız o da sağdır. Yəni bizi görür günləri. Biz getdik, qəbr ziyarətini elədik. Orada şəhidlərimizi ziyarət elədik. Həmişəki kimi. Ruhu şad olsun. Allah cəmi şəhidlərimizi rəhmət eləsin.